Bugün Amerika Prezidenti Donald Trump'ın bu məlum açıklamasını biz iki istiqamətdən təhlil etsək məncə daha doğru olardı. Birincisi, Amerikanın daxili auditoriyası üçün verilmiş mesajdır ki, biz Ukrayna müharibəsinə pul xərcləmirik. Əksinə, hərbi sənayemizin istehsal etdiyi məhsulları NATO vasitəsilə sataraq buradan həm də pul qazanırıq. İkinci bir tərəfdən, bəli, sizin də qeyd elədiyiniz kimi, Amerika Birləşmiş Ştatlarının hazırki hakimiyyəti özünün yeni strategiyasına, yəni Rusiya ilə Ukrayna arasında sülhün əldə edilməsi strategiyasına sadiq qalaraq Rusiya tərəfini əmin etmək istəyir ki, biz Ukrayna tərəfinə pulsuz heç nə vermirik. Yəni bu yardım deyil. Bu bir, belə desək, Amerika Birləşmiş Ştatları tərəfinin hərbi sənayesinin məhsullarının satışıdır. Amma Rusiya tərəfi də çox yaxşı bilir, elə Ukrayna tərəfi də bundan məmnundur. Ukrayna ordusu üçün, Ukrayna dövləti üçün fərqi yoxdur. Ona Amerika Birləşmiş Ştatlarının silahı yardım formasında verilir, yoxsa NATO və digər Avropalı müttəfiqləri tərəfindən alınaraq ona yenidən hədiyyə olunur, yenidən yardım formasında təqdim edilir. Bugün Trump'ın bu açıklaması həm də Rusiyanın mümkün nüvə təhdidindən, nüvə zərbələrindən, xüsusilə də Avropa ölkələrinə qarşı taktiki nüvə zərbələrinin endirilməsindən dayandırmaq üçün verilmiş bir ikinci açıqlama. Yəni biri daxili auditoriya üçündürsə bu açıqlamanın, digər istiqaməti də Rusiya üçündür ki, bəli, Rusiya hələ də Amerika Birləşmiş Ştatlarının bu vasitəsinə ümid veriləsin və bu vasitəçiliyin bir gün Rusiyanın maraqları fonunda Ukrayna müharibəsinin tamamlanmasına gətirib çıxarsın. Yeri gəlmişkən diqqət eləsək görərik ki, bu günlərin elə Donetsk istiqamətindəki əməliyyatlarda Rusiya tərəfini məmnun edən məsələ ondan ibarətdir ki, güya Amerika Birləşmiş Ştatları Donetskin tamamilə Rusiya tərəfinə təhvil verilib atəşkəsin əldə olunmasına razıdır.